Azərbaycan Vəhdət Partiyasının Abşeron rayon təşkilatının sədri həbs olunub. Təşkilat rəhbəri 10 nəfərə qarşı dərəduzluqla ittiham edilir. Bölgə TV Teleqrafa istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Rasim Xudaverdiyev cinayət məcəlləsinin dərəduzluq ittihamı ilə təqsirli bilinərək həbs edilib. İş üzrə zərər çəkmiş şəxslərin sayı 10 nəfərdir. İttihama görə Rasim Xudaverdiyev pul aldığı şəxslərə sosial yardım düzəltmək, işə qəbul etdirmək, həbsdə olan şəxsə azadlığa çıxarmaq və universitetə qəbul etdirmək kimi vədlər verib. Zərər çəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Rasim Xudaverdiyev onları partiyanın Abşeron rayon təşkilatının Xırdalanda yerləşən ofisində görüşüb. O nüfuzlu şəxslərlə yaxın əlaqələrinin olduğunu, deputatlığa namizədliyini irəli sürdüyünü deyərək zərər çəkmiş şəxslərin etibarını qazanıb. Cinayət işi materiallarında qeyd edilib ki, Xudaverdiyev müxtəlif vədlərlə vətəndaşlardan 4000, 10000 manat məbləğlərində pul alaraq onları aldadıb. Xudaverdiyev ifadəsində özünü qismən təqsirli bildiyini deyib. Zərər çəkmiş şəxslərin bəzilərindən aldığı pulları etiraf edib. Digər epizodları isə mülki xarakter daşıdığını bildirib. O, zərər çəkənlərin pulunun bir hissəsini ödədiyini, qalan məbləği ödəməyə maddi imkanının olmadığını deyib. Abşeron rayon məhkəməsinin hökmü ilə Rasim Xudaverdiyev 3 il 3 ay müddətində azadlıqdan məhrum edilib. Qeyd edək ki, Azərbaycan Vəhdət Partiyasının sədri və qurucusu millət vəkili Tahir Kərimlidir. Rəna Rövşən qızı, BTV.